Cenk Tosun Neftçiyə gəlir. Klubdan rəsmi açıqlama. Türkiyə millisinin sabiq hücumçusu Cenk Tosunun karyerasını Azərbaycanda davam etdirə biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial mediada yayılan məlumatlara görə hazırda Fənərbağçada əsas heyətdən kənarlaşdırılan 34 yaşlı forvard Neftçiyə keçməyə maraqlıdır. Bu istək onun vaxtilə Beşiktaşda çiyin-çiyinə oynadığı Vensan Abubakarın Bakı klubuna mümkün transferi ilə bağlıdır. Tosun iddia edib ki, Abubakarla yenidən eyni komandada olmaq istərdi. Neftçidən cavab gəldi. Saytımızı danışan klub rəsmiləri yayılan xəbərləri təkzib ediblər. Cenk Tosunla heç bir əlaqəmiz olmayıb. Onun özü də bizimlə əlaqə saxlamayıb. Hazırda hücum xəttinə yeni transfer gündəmdə deyil. Təcrübəli hücumçu indiyə qədər Eintracht Frankfurt, Gaziantepspor, Beşiktaş, Everton və Cistal Palacı kimi klublarda çıxış edib. Türkiyə millisində 53 oyuna 21 qol vuran forvard son dönəmlərdə forma şansı qazana bilmədiyi üçün yeni klub axtarışındadır. Hazırki mərhələdə Tosunun Azərbaycana gəlişi ilə bağlı rəsmi danışıqlar aparılmır.